1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə 20 yanvar faciəsi baş verdi və düşmən Azərbaycan Respublikasının paytaxtına hücum etdi. 30 il düşmən tapdağı altında qalan Qarabağımız 44 günlük vətən müharibəsində azad oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Allah bütün şəhidlərimizə rəhmət etsin. 44 günlük vətən müharibəsində qazi olmuş Məhəmməd Allahyarov öz Azərbaycan xalqına başsağlığı vermək üçün ürək sözləri var. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazi qardaşlarıma Allahdan şəfa diləyirəm. Elə həmçində veteran qardaşlarıma. Qarabağ Azərbaycandır. Yaşasın Cənab-ı Ali Başkomandan. Xalqımız, yaşansın millətimiz, bu unudulmaz tariximiz əbədiyyata kimi davam edəcək. Millətimiz, vətənimiz var olsun. Cənab Ali Başkomandan İlham Əliyevimiz var olsun. Xoş olsun ki, bizə Cənab Ali Başkomandan bizə bu zəfəri yaşatdı. Azərbaycan var olsun, Qarabağ Azərbaycan. Heydər qardaş, buyur. Allah şəhidlərimizə rəhmət eləsin. 1990-cı ildə yanvarın 19-dan keçən gecə hadisə baş verdi. Allah şəhidlərimizə rəhmət eləsin. 20-sinə keçən gecə. 20-sinə keçən gecə 44 gün müharibəsində şəhidlərimiz onları aldı. Onların sayəsində biz torpağımızı aldıq və şadıq ki, bizim şəhidlərimizin məqamı ucadır. Allah rəhmət eləsin, ruhu şad olsun inşallah. Məkanları cənnət olsun. Məkanları cənnət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Vətənin igid oğlanlarından biri Nizat qardaşımızın da ürək sözləri var ki, öz dilindən eşidək. Yaxşı ki, qazi qardaşlarımız var, vətənimiz sağ olsun, qazilər sağ olsun, şəhidlərə Allah rəhmət eləsin, yerləri cənnət olsun. Fəxr edirəm ki, bizim qazi qardaşlarımız var, veteran qardaşlarımız var ki, vətənimizi o düşməndən azad eləmiş torpaqlarımızı azad eləyib, canları sağ olsun, minnətdarım, baş əyirəm hamısının qabağında. Fəxr edirəm ki, siz kimi qardaşlar var, Allah sizi var eləsin ki, bizim o 30 illik torpağımızı geri qaytarıbsınız. Minnətdaram, sizin baş əyirəm qabağınızda, İlham Əliyev sağ olsun, minnətdaram ki, bizim elə prezidentimiz var. Qarabağ, Azərbaycan. Vətən müharibəsinin iştirakçısı Tovuz şəhidimiz Elcan Cəlilovun qardaşı Ramil qardaşımız da buradadır. O da öz ürək sözləri var. Vətən uğrunda şəhid olmuş Elcan Cəlilovun qardaşıdır. Salam, hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan xalqını salamlayıram buradan. Gün 20 yanvar şəhidlər günü xiyabanı. Mən bütün şəhidlərə, içi qardaşım olmaq şəhidlə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qaranlarımıza can sağlığı, qazilərə də Allah kömək olsun. Ürəyimdə o qədər çox sözlər var ki, yəni deyiləcək qədər, yəni qutaracaq sözlərim yoxdur. Mən onları getdim, gördüm, da nələr görmədim ki. Bütün Allah şəhidlərimizə rəhmət eləsin və onların sayəsində biz bugünkü günü gəzirik, dolanırıq, yeyirik, içirik. Allah o qədər onların ruhunu şad eləsin ki, yəni bütün Azərbaycan xalqı hamımız fəxr eləməliyik ki, biz o şəhidlər uğruna biz Azərbaycanda belə düz yeririk, düz gəzirik, balalarımızı yetişdiririk. Bütün anaların, ataların, şəhid ailələrinin qarşısında baş əyirəm. Allah onların canlarını sağ eləsin ki, elə bir evlatlar böyüdüb, elə bir şəxsiyyətlər böyüdüb, qeyrətli, namuslu olanlar böyüdüb. Və bütün nə qədər qazi qardaşlarımız var, onlara da Allah şəfa versin, onların Allah köməklərində olsun. Mənim sözüm çoxdur bir iş, dəhşət çoxdur. Yəni onları bir sözlə vətən sağ olsun. Söhbət yox, Allah onları qəni-qəni rəhmət eləsin. Mən burada söz deyirəm, Allah haqqı çox görərlər. Başqa nə deyim qardaş, ürək sözünü sən də deyib, yəni mən də deyim. Mən bütün Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizə bu zəfəri yaşadan Ali Başkomandamızdan Allah razı olsun. Nə yaxşı ki, Azəriyik, Türkük, vətən oğluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Biz gənclər, nəfəsimiz üstümüzdə olduğu tək hər zaman vətənimiz sağ olacaq. Qanımızla, canımızla vətənə xidmətimiz olacaq. Qarabağ Azərbaycandır.